Gürcüstanın qaz məsələsi ilə bağlı Rusiyanın Gazprom şirkəti ilə apardığı gizli danışıqlardan sonra rəsmi Tiflis indi də İranla müzakirələrə başlayıb. Həmişə çətin günlərində Azərbaycanı yanında görən Gürcüstan görünür indi rəsmi Bakı ilə ikili oyun oynayır. Rusiyadan sonra Gürcüstanın İranla qaz danışıqları aparması isə Azərbaycanın maraqlarına uyğun deyil. Çünki İranla razılıq əldə olunsa bundan Ermənistana da pay çatacaq. Gürcüstan yenə bizimlə qaz oyunu oynayır. İndi bu oyuna region dövlətlərini də qoşulub. Tiflisin Rusiyadan təbii qaz almaq üçün Gazpromla danışıqlarının ardınca indi də İranla qaz danışıqlarının getdiyi üzə çıxıb. Bu oyunda Ermənistan da yer alır. Gürcü nazir Kakhaber Galadze bildirib ki, İrandan qaz xətti iki variantda Gürcüstana tədarük edilə bilər. Ya bu kəmər İran sərhədindən Azərbaycana daxil olmaqla Gürcüstana qədər uzana bilər. İkinci variantda isə İrandan Ermənistana daxil olmaqla buradan Gürcüstana çatdırılması məsələsi gündəmdədir. Lakin ekspertlər hər iki variantın reallıqdan uzaq mif adlandırırlar. Əvvəla Gürcüstanın tələbatı o qədər böyük deyil ki, İrandan qaz nəqli üçün əlavə boru xətti çəkilsin. İkincisi, Ermənistanın relyefi belə xəttin çəkilməsinə imkan vermir. Bəs onda bu söz-söhbətlərin əsasını nə təşkil edir? Gürcü ekspertləri rəsmi Tiflisin bir güllə ilə iki dovşan vurmaq planını ortaya qoyub. Onların fikrincə, sənədlərdə güya ki, İran Ermənistan vasitəsilə Gürcüstana qaz ötürdüyü qeyd olunur, lakin qaz yalnız İrandan Ermənistana qədər gəlib çatır. Biraz İran Ermənistana qazın həcmin artıra bilər və Gazprom razılaşsa ki, bu miqdarda, yəni Ermənistana verilən qiymətlə, güzəştli qiymətlərlə o qazın tutalım bir hissəsin hansı ki Gürcüstandan keçərək Ermənistana gəlir, Gürcüstan götürsün, istifadə etsin. Deyirəm, bütün bu belə deyək, əməliyyatların həcmi söhbət ondan gedir cüzidir, yəni 200-300 milyon kubometr. Bu planın həm Rusiya, həm Ermənistan, həm İran, həm də Gürcüstan udur. Bu oyun Azərbaycanın təkcə maraqlarına uyğun deyil. Rusiyanın Ermənistana əlavə enerji ilə təminatı aydındır. İran da Ermənistan rıçaqlarından ara-sıra Azərbaycana qarşı istifadə edir. Əsas məsələ Gürcüstanın bu oyunları qurmaqla Azərbaycana daha ucuz enerji resursları satmasına vadar etməsidir. Lakin Azərbaycan Gürcüstana kifayət qədər ucuz qaz satır, yeri gələrsə Gürcüstana satdığı qaza əlavə bazar da tapa bilər.